Salam. Bu məhsul haqqında çox eşitmişəm. İstəyirəm sizinlə bir yerdə deneyə görək. Həqiqətən deyildiyi qədər varmı? Düz ki, saçlarım çox qurudu, matdı. Burada da oxudum, yazılıb ki, kraskaya, maskaya töküb istifadə etmək lazımdır. Görək, mən bu şəkildə yəni istifadə edəcəm. Məndə hal-hazırda kraska yoxdur. Ona görə necə alınacaq? Bir xörək qaşığı proteindən qatırıq. Hardasa 20 ml su qatırıq. Daha sonra qarışdırırıq. Saçlarımı yudum, nəm şəkildə istifadə etmək lazımdır. İndi istifadə edəcəyik bir yerdə görəcəyik nəticəni. Deməli, açırıq. Aha. İstifadə qaydası çox rahatdır. Bir ayırırıq. Saçımın hər yerinə bu prosesi tətbiq edirəm. Daha sonra nəticəni sizlə paylaşacağım. Və görürsünüz, ilk dəfəyə belə bir nəticə. Çox xoşum gəldi. İlk dəfəyə belə bir nəticə heç gözləmirdim. Mənim saçlarım çox quruydu və bilmirəm nə dərəcədə ötürə bilirəm sizə. Çox yumşaqdır, çox qəşəngdir. Bu qiymətə yəni super.